Salam, hörmətli müəllimlər. Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrad müsabiqəsində qalib olmuş, riyaziyyata fərqi layihəsinin icra planına uyğun olaraq müəllimlər üçün Xanakadem platformasından istifadə qaydalarla bağlı video təlimatı sizin diqqətinizə çatdırırıq. İlk öncə qeyd edək ki, Xanakademi dünyanın ən məşhur ödənişsiz onlayn təhsil platformalarından biridir. Platforma şagirdlərə mövzuları öz sürətində öyrənmək, müəllimlərə isə dərs prosesini daha effektiv təşkil etmək imkanı yaradır. Xan Akademiyada riyaziyyat, informatika və digər sahələr üzrə video dərslər, interaktiv tapşırıqlar və dərhal rəy verən qiymətləndirmə sistemi mövcuddur. Platforma həm sinifdə, həm də ev tapşırıqları üçün istifadə oluna bilər və şagirdlərin bilik boşluqlarını müəyyən etməyə kömək edir. Xan Akademiya Azərbaycan dildə daxil olmaqla bir çox dildə fəaliyyət göstərir və istifadəsi tamamilə ödənişsizdir. İndi isə biz sizinlə Xan Akademi platformasının istifadə qaydaları ilə bağlı tanış olacağıq. Bunun üçün ilk öncə hər hansı axtarış browserində az.xanakademi.org yazaraq sayta daxil olmaq lazımdır. Sayta daxil olduğumuz zaman burada giriş və qeydiyyat bölmələri yerləşir. Giriş hissəsinə daxil olaraq burada biz Google, Facebook, Apple və ya Windows hesabımızla davam edə bilərik. Öz hesabımıza daxil olduqdan sonra artıq biz burada siniflər yarada bilərik və həmin siniflərə şagirdlər əlavə edə bilərik. Bunun üçün siniflər bölməsinə daxil oluruq. Sinif yaradın bölməsinin üzərinə klikləyirik və sinifimizin adını daxil edirik. Məsələn, bizim layihəmiz 4-cü sinif şagirdlərini əhatə edəcəyinə görə mən də sinifin adını 4-cü sinif olaraq təyin edirəm. Daha sonra növbəti düyməsinin üzərinə klikləyirik və 4-cü sinif və riyaziyyat bölməsini seçirik. Şagirdlərimizi bura əlavə etmək üçün bir neçə üsullar var. Google sinifimizi dəvət edin, tələbələr sinif linki ilə qoşulurlar, tələbələrinizin hesablarını yaradın. Bizim burada hər bir sinifimizin öz xüsusi kodu olur ki, əgər şagirdlərimizin rəqəmsal bacarıqları daha yaxşı səviyyədədirsə və onlar özləri Khan Academy platformasında hesab yarada bilirlərsə, biz yaratdığımız sinifin kodunu onlara bölüşməklə şagirdlər həmin sinifə özləri daxil ola bilərlər. Amma əgər şagirdlərimiz özləri hesab yarada bilmirsə, biz onlar üçün də burada ayrıca hesab yarada bilərik. Bunun üçün tələbələrinizin hesablarını yaradın bölməsinə klikləyirik və hər bir şagirdimizin ad soyadını burada qeyd edirik. Ə, Burada bəzi şagirdlərin adlarını qeyd etsək, məsələn, Tuncay Abbaslı qeyd etdik və sağ tərəfdə də unikal istifadəçi adı burada görünmüş olur. Yəni ki, şagird platformaya daxil olmaq üçün bu addan istifadə edəcək. Yeni sətr əlavə edin klikləyərək biz digər şagirdlərimizi də bura daxil edə bilərik, yəni onları qeydiyyatdan keçirə bilərik. Növbəti düyməsinə kliklədiyimiz zaman biz həmin unikal istifadəçi adını və həmin şagirdin platformaya daxil ola bilməsi üçün buradakı şifrəni görürük. Yəni şagird öz istifadəçi adını və şifrəsini yazmaqla platformaya daxil ola biləcək. Hesab yaradın ki, vurduqdan sonra artıq biz burada tələbələrin istifadəçi adını və şifrələrin Excel cədvəlinə hazır formda əlavə olunur və biz yüklə düyməsinin üzərinə klikləməklə həmin hesabları kompüterimizə yükləyə bilirik. Növbəti düyməsinin üzərinə kliklədiyimiz zaman harada dərsləyirsiniz? Ölkə olaraq Azərbaycanda dərsləyirik və saxla düyməsinin üzərinə klikləyirik. Daha sonra sinifin üçün bir məqsəd təyin edin. Yəni, şagirdlərimiz üçün dərslər təyin edə bilirik burada. Təyin et sözün üzərinə klikləyə bilərik və ya biz artıq kliklədik. Bölmə ustalığı bura klikləyirik. Mərtəbə vahidi, toplama, çıxma, ehtimal, bir rəqəmli ədədləri vurma. Mövzular buradan özümüz seçə bilərik və seçdiyimiz hər bir mövzuya uyğun da burada vaxt təyin edə bilərik ki, şagirdlər hansı vaxta qədər həmin mövzunu daxil olub həmin video dərsləri izləməlidirlər. Bu tarixləri özümüz də buradan dəyişə bilərik. Məsələn, yanvarın 15-nə qədər vaxt təyin edə bilərik. Vahid məqsədləri yaradın. Yaratdıqdan sonra artıq bu məqsədlər şagirdlərin də hesablarında görünmüş olur və onlar bu hədəflərin hansı səviyyədə yerinə yetirdiklərini də biz burada faizlərlə nəticəsini görmüş oluruq. Daha sonra burada tapşırıqlar bölməsi var ki, biz tapşırıqları da şagirdlərimizə təyin edə bilərik. Məlumdur ki, hər bir mövzuya uyğun burada tapşırıqlar var. Həmin bölmələri seçərək təyin et sözünün üzərində klikləyirik və hansı mövzunu ki seçmək istəyirik, həmin mövzunu seçib təyin eti vursaq və vaxt da seçirik ki, hansı vaxtda başlasın, hansı vaxtda bitsin.
təyin eti vurduqdan sonra artıq həmin tapşırıqlar şagirdlərə təyin olunur, şagirdlər daxil olub həmin tapşırıqları icra edə bilirlər. Biz yeni şagirdlər əlavə etmək üçün burada şagirdlər bölməsinin üzərində klikləyirik və yeni tələbə əlavə et bölməsinin üzərində klikləməklə yeni şagirdlər də sinifimizə əlavə eləyə bilərik. Ola bilər ki, ilin ortasında bizim sinifimizə yeni bir şagird gəldi, onu bu üsulla biz sinifə əlavə eləyəcəyik. Daha sonra aşağıda parametrlər bölməsi var ki, biz parametrlər bölməsinə daxil olmaqla sinifimizin adını dəyişə bilərik, kursu dəyişə bilərik, daha sonra sinifimizi də eyni zamanda silə də bilərik. Düşünürəm ki, videomuz sizin üçün faydalı olacaq və Xanakden platformasından istifadə qaydalarına bağlı bu qaydaları sizin diqqətinizə çatdırdıq. Sağ olun.